Neçə gündür TikTokda bax bu video kəşf etdə gəzək ki, Gürcüstanda Şəbnəm Tovuzlu dolların içində nə bilim nə. Qardaş bax bu Ofeliya xaladır adı, özü də Gürcüstanın soğanlıqdandır. Bunu da mən 1 il bundan qabaq tanımışam. Gürcüstanda bir xəstə arvada pul yığdıq faizinlə. 2000 lari kömək elədi. Bizim pulla 1000 manatdan çox eləyir. Plus biz evinə qonaq elədi, yedirtdi, içirtdi. Allah canını sağ eləsin. Dedi mənim adım hallanmasın. Neçə ki dedi, bax belə xəstə olacaq. Mən əlimdən gələni eləyəcəm. İlk mənə atım mənim nömrəmi götürür. İndi söz bilsin nəyə gətirib. Qardaş, yorumlara yazıram ki, eləmə. Yazırlar ki, belə onu belə bir xəstə uşağa verərdin. Nəli bir kas var, eləyir. Allah'ımıza and olsun eləyir. Zuharın berişində də, xoş qədəmdə hamısına da eləyibdir. Qardaş, kim toyuna çağırdıq müğənni pulsuz çağırır? Toyuna pulunla müğənni çağırdı, müğənninin pulunu veribsiz də. İndi başından tökübdür, ürəyi açıbdır. Xoş günündə indi şeylib cəmat dilə atacaq. Bir tərəfi görürsünüz, bir tərəfi görmürsünüz. Bunu şey eləməyiblər. Prost insan içindən gəlir ki, bu insan belə döy axı. Bu insanı niyə belə eləyirsiniz?